Deməli qızlar, son günlərdə özüm üçün sifariş etdiyim bir neçə məhsulu göstərim, onlar haqqında danışmaq istəyirəm sizə. İlk öncə sizə Oriflame bu deodorantlarını göstərim. Həqiqətən qalıcılığı çox yüksək. Deodorantlar da möhtəşəmdirlər. Bir çox insan deyircəkli və belə sulu deodorantlar istifadə etməyi sevmir, amma həqiqətən vurduqdan 2-3 dəqiqə sonra qupquru saxlayır. Yəni gün boyu quru qalır. Qoxuları da möhtəşəmdir. Çox qəşəngdirlər. Yəni gün boyu quruluğu saxlayır. Heç bir nəmli, yaşlıq hiss olunmur. Şiddətlə tövsiyə edirəm. Yəni alın qaldırın. Digər məhsul isə Milk Honey seriyasından olan ballı əl kremidir. Həqiqətən bu məhsulların bir o tərəfini sevirəm ki, bu məhsulları qoxusunu alanda demək olar elə bilirsən bəlkə, yəni bal sənin qabağındadır da, qoxusu elə gözəldir. İstifadə etməmişəm, istifadə edirəm. Digər bir məhsul Oriflame'in Zevan seriyasından olan bu konsileri də həqiqətən o qədər gözəl qapatıcılığı var ki, bunun. Yəni dəri ilə, tonal kremlə o qədər gözəl bərabərləşir ki, rəngi, tonu. Yəni heç bilinmir ki, qapatıcı, yəni konsilerdən istifadə etmirsən, o qədər gözəldir. Bunu da şiddətlə tövsiyə edirəm. Özüm üçün almışam, istifadə edəcəm. Yenə də bu haqda danışacağam sizə. Digər bir məhsul isə Giordani Gold'un. Giordani Gold Essenza ətridir. Bunun böyük qablaşdırması da vardı, amma büdcəyə uyğun olaraq mini spreyini sifariş vermişəm. Həm də hələ bundan istifadə etməmişəm. İlk dəfə də istifadə edəcəm. Görək qoxusu necədir. Çox tərifləyirdilər bunu. Çox qəşəng qoxusu var, həqiqətən çox zərif, incə, zərif və yüngül bir qoxusu var və həm də ki, mini olduğuna görə çantanızda da istifadə edə bilərsiniz. Yəni hər zaman çantanızda istifadə edə biləcəyiniz bir ədəb.